Mənə adını demə. Önümüzdəki 60 saniyə ərzində sən adı tapmağa çalışacağam. Əgər tapa bilməsən məndən 1 sumka pul qazanacaqsan. Və sən adını heç vaxt öyrənə bilməyəcəyik. Səhifəni izləyirsənsə də əlavə 100 manat pul qazanacaqsan. Səhifəni izləyirsən? Təəssüf ki, xeyr. Amma izləsəydin 100 manat pul qazanacaqdın. Müasir adı yoxsa köhnə kişilərimizdə belə ad olub? Köhnə kişilərimizdə belə bir adı olub. Dini kitabda və yaxud elmi bir kitabda bu ad keçir. Elmi kitablarda keçir. Mən elmi kitab oxumamışam, bilməyəcəm. Ehtimal amma evdə soruşdum. Azərbaycanda və yaxud da hər hansı ölkədə fərqi yoxdur. Bu ada aid futbolçu var. Yox. Hər hansı bir sənətçidə bu ad var. Ola bilər. Azərbaycanlı sənətçidir. Bəli. Hə, işimiz çətin olur biraz çünki ağlıma heç nə gəlmir. Bəs səncə mən bu adı eşitmişəm? Məncə 100% eşitmisiniz. İşimiz çətinləşir. Mən çox adı eşitmişəm. İndi bu adı tapmaqda biraz mənim vaxtımı alacaq. Yaxşı, adının ilk hərfi nədir? Ona da heç olmasa tam olsun. E hərfi. E hərfi. Tapa bilmədim. Yox, tapsam belə yəni 1 sumka pul sənindir də nədir? Bir partladı. Eldar. Zarafat nə idi bədən ölçüsünə aiddir? Eldardısa Excel verin. Eldar? Bəli. Mənim adıma biraz zarafat var. Elvin Delfin. Ya qardaşım, bu 1 sumka sənin. Təəssüf ki, səhifəni izləmirsən. Əgər səhifəni izləsəydin yerinəcə 100 manatla gedəcəkdin. Nə etmək lazımdır? Səhifəni izləmək lazımdır. Ona görə mütləq siz də izləyin, sən də izlə çünki bu son deyil. Sizin də qarşınıza çıxa bilərəm, elə sənin də. Çox sağ ol.